Salam, dəyərli izləyicilər. İndi sizə Dövlət İmtahan Mərkəzi tərəfindən ümumi orta, yəni 9 illik təhsil səviyyəsi üzrə nəşr olunmuş Abituriyent jurnalından riyaziyyat fənni üzrə model sualların izahatını verəcəm. Başlayaq ilk sualdan. İlk sualımız belədir. AB hissəsi DY hissəsinə paralel olan velosiped zolağında bucaq ABC 150 dərəcə. Yəni bu bucağı bizə verib 150 dərəcə. Və BCD buranı da verib 80 dərəcə. 80 dərəcə. Olarsa zolağın CD hissəsinin DY hissəsi ilə əmələ gətirdiyi CDY bucağını tapın. Yəni bizdən soruşur bu bucaq nəyə bərabərdir? Bu bucağa X deyirəm. İndi zolağın AB hissəsini bu şəkildə uzadıram. AB hissəsini. Eyni zamanda CD hissəsini uzadıram və burada kəsişdirəcəm onları bu şəkildə. Burada deyilən bir K nöqtəsi. İndi AB hissəsi DY hissəsinə paralel vermişdir. Ona görə də AK hissəsi D hissəsi paralel olduğu üçün AK hissəsi DY paralel olduğu üçün CDY bucağı ilə CDY bucağı, yəni X bucağı ilə CKB, yəni buradakı bucaq daxili çarpaz bucağıdır. Bura olacaq X. İndi 80-ə qonşu olan bucaq bura olacaq 100 dərəcə. Qonşu bucaqların cəmi 180 olduğu üçün bura 100 dərəcədir. BKC üç bucaqdan baxıram ki, 2 daxili bucaq verilib. Bir də onlara qonşu olan xarici bucaq verilib. Üç bucağın xarici bucağın xassəsinə görə yaza bilərik ki, xarici bucağın dərəcə ölçüsü bərabərdir. Ona qonşu olmayan 2 daxili bucağın cəmi, yəni X ilə 100 dərəcənin cəmi. Buradan X çıxır. 150-dən 100 çıxanda 50 dərəcə. Yəni doğru cavabımız burada C variantında verilib. Növbəti ikinci sual. Sualımız belədir. ABCO düz bucaqlısının AO tərəfi absis, CO tərəfi isə ordinat oxu üzərindədir. B nöqtəsinin koordinatları -4, 3 olarsa, bu düz bucağın AC diaqonalını özündə saxlayan el düz xəttin bucaq əmsalını tapın deyir. Düz xəttin bucaq əmsalı deyəndə, yəni düz xətt y bərabərdir KX plus B formasındadır. Buradakı K düz xəttin bucaq əmsalıdır. Düz xəttin bucaq əmsalı düz xəttin absis oxu ilə absis oxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi bucağın tangensinə bərabərdir. Yəni K bərabərdir tangens alfa. Həmin alfa buradakı bu alfa bucağıdır. Yəni buradakı alfa bucağı. İndi biz baxırıq ki, B nöqtəsinin apsisi -4. B nöqtəsinin apsisi ilə A nöqtəsinin apsisi eynidir. Yəni bura olacaq -4. Sonra B nöqtəsinin ordinatı 3 verib. Ona görə C nöqtəsində ordinatı olacaq 3. İndi A nöqtəsinin apsisi -4 olduğu üçün buradakı bu məsafə olacaq 4. Buradakı məsafə də olacaq 3. Düz bucaqlı üç bucaqdır. Düz bucaqlı üç bucaqda bucağın tangensi deyəndə tangens alfa bucağın qarşısındakı katet, yəni 3 bölünsün bitişik katet, yəni 4. Yəni 3-ün 4-ə nisbət. Doğru cavabımız burada B variantı 3-ün 4-ə nisbətinə bərabərdir. Üçüncü sual və sualımız belədir. Tənasübün kənar hədlərinin cəmi 12, onların kvadratlarının cəmi 80 olarsa, bu tənasübün orta hədlərinin hasilini tapın. Tənasüb yazırıq. 2 nisbətin bərabərliyinə tənasüb deyilir. Baxın, bu 2 nisbətdir. Bunların bərabərliyinə tənasüb deyilir. Burada A ilə D kənar hədlərdir. BC isə orta hədlərdir. Kənar hədlərin cəmi, yəni A ilə D-nin cəmini verib 12. Onların kvadratları cəmi, yəni bizə verib A kvadrat plus D kvadrat bizə verib 80. Bizdən soruşur bu tənasübün orta hədlərin hasili. Yəni bizdən soruşur BC hasili nəyə bərabərdir? Tənasübün əsas xassəsinə görə biz bilirik ki, kənar hədlərin hasili orta hədlərin hasilinə bərabərdir. Yəni A ilə D-nin hasili B ilə C-nin hasilinə bərabərdir. AD hasilini tapsam, BC hasilini tapmış olaram deməkdir. İndi bu kvadratlar cəmini belə yazıram. Yazıram ki, cəmlərinin kvadratı çıx 2AD.
bərabərdir 80-ə. Cəmləri 12-dir. 12-nin kvadratı çıx 2AD bərabərdir 80-ə. Buradan çıxır 144 çıx 2AD bərabərdir 80-ə. Burada da hər birini mən burada 2-yə bölsəm 72 çıx AD bərabərdir 40-a. AD də bərabərdir 72-dən 40 çıxsam 32. Deməli, kənar hədlərin hasili 32 olduğu üçün orta hədlərin də hasili olacaq 32. Doğru cavabımız burada 32-yə bərabərdir. Yəni cavabımız burada C variantı. 4-cü sual. Və sualımız belədir. 2 köşdə 2 çıx 2 bölünsün köşdə 6 çıx 1 bərabərdir A olarsa 2 köşdə 2 plus 2 bölünsün köşdə 6 plus 1 ifadəsinin qiymətini A ilə ifadə edin. Mən bu verilən ifadəyə bir x desəm, x tərəf-tərəfə vursam alınır 2 köşdə 2 çıx 2 bölünsün köşdə 6 çıx 1 vurulsun 2 köşdə 2 plus 2 bölünsün köşdə 6 plus 1 bərabərdir A vurulsun x. Tərəf-tərəfə vurdum. Sol tərəfdə sürətdəki ifadələrə baxsaq, görərik ki, bunlar bir-birinin qoşmasıdır. Yəni A çıx B, A plus B. Yəni müxtəsər tətbiq eləsək, bizə verəcək A kvadrat çıx B kvadrat. Yəni sol tərəfdə sürətdə alınacaq 2 köşdə 2-nin kvadratı çıx 2-nin kvadratı. Bölünsün. Məxrəc də eyni şəkildə. A çıx B, A plus B-dir. Alınacaq köşdə 6-nın kvadratı çıx 1-in kvadratı. Bərabərdir A vurulsun x-ə. 2 köşdə 2-nin kvadratı bizə verir 8. Çıxılsa 2-nin kvadratı 4. Bölünsün 6 çıx 1. Bərabərdir A vurulsun x-ə. 4-ün 5-ə nisbəti bərabərdir A vurulsun x-ə. Bizə x lazımdır. Hər tərəfi A-ya bölsəm 4-ün 5A-ya nisbəti bərabərdir x-ə. Yəni x-imiz olacaq 4-ün 5A-ya nisbəti. Doğru cavabımız burada Y variantında verilib. 4-ün 5A-ya nisbəti. 5-ci sual. Robot A nöqtəsindən hərəkətə başlayır və düz xətt üzrə 4 metr məsafə qət etdikdən sonra saat əqrəbinin hərəkəti istiqamətində 20 dərəcə dönür. Daha sonra eyni qayda ilə hər 4 metrdən sonra eyni istiqamətdə 20 dərəcə dönərək hərəkətini davam etdirir. Nəticədə robot hərəkətə başladığı A nöqtəsinə qayıdaraq hərəkətini tamamlayır. Robot ümumilikdə neçə metr yol gedər? Deməli, ən sonda yenə nəticədə gəlir A nöqtəsinə çatır da, buraya çatır. Ən sonda yenə gəlir, buraya çatır. Deməli, bura 4-dür. Bura 4, bura 4, bura 4. Burada baxırıq ki, yəni bu A nöqtəsindən gedir, 20 dərəcə dönərək təzədən A nöqtəsinə qayıdır. Deməli, baxırıq ki, hər dəfə 4 metr gedir, sonra 20 dərəcə dönür, təzədən 4 metr gedir. Baxırıq, burada tərəflər hamısı bərabər çıxır. Deməli, düzgün en bucaqlıdır bu. Düzgün en bucaqlı. Və baxırıq ki, düzgün en bucaqlının bir xarici bucağı 20 dərəcədir. Düzgün en bucaqlının bir xarici bucağı 20 dərəcə olduğu üçün ümumiyyətlə, çox bucaqlının xarici bucaqlarının cəmi 360 dərəcədir. Tərəflərin sayını bir dənə xarici bucağa vursam, mənə verəcək bütün xarici bucaqların cəmini 360'ı verəcək. En alınır burada 18. En 18. Perimetr artıq bu düzgün çoxbucağlının perimetri robotun getdiyi yol olacaq. Yəni perimetr nədir? En vur A. En 18'dir. Tərəfin uzunluğu 4. 18 4'ə vuranda 72. Yəni doğru cavabımız burada B variantı. 72 metr yol gedib. 6-cı sual. ABC bir-birindən fərqli rəqəmlər və ABC, BCA və CAB 777 olarsa ABC hasını tapın. Deməli, birinci bunu yazırıq. Təşkil olunur 100'lük. 100A 10B plus C. Təşkil olunur 100'lük. 100B 10C plus A. Təşkil olunur 100'lük. 100C 10A və B. Bəbəd 777. Baxırıq. 100A A bir də 10A. Bizə verir 111 A-nı. Eyni şəkildə baxırıq.
10B, 100B, bu da B. 111B, üstə gəl C 10-ca 100-cə 111C. Evet 777. Hər birini 111-ə bölsəm, A plus B plus C olacaq neçə? 7. A, B, C cəmi 7 verildiyi üçün və A, B, C də bir-birindən fərqlidir. Bunu da ancaq biri 1, 2 və 4 olanda baş verəcək. 1, 2, 4. A, B, C hasını soruşur. A vur B vur C. 1 vur 2 vur 4. Nəticə olacaq 8. Doğru cavabımız burada D variantı 8'e bərabərdir. 7-ci sual. A kvadrat plus 8A plus N və B kvadrat plus MB plus M çoxhəddiləri içərinin kvadratları olarsa M plus N cəmini tapın. Deməli, A kvadrat plus 8A plus N. Bu hər hansı içərinin kvadratıdır. Mən onu belə yazıram. A'nın kvadratı üstəgəl 2 vurulsun A vurulsun 4. Deməli, mənə lazımdır 4'ün kvadratı lazımdır ki, bu versin bizə A plus 4'ün kvadratını. Deməli, n bərabər 4'ün kvadratı. Yəni, n olacaq 16. N 16'dır. Gətirib ikinci çoxhəddilə yerinə yazsam, B kvadrat sayıl NB 16B üstəgəl M. Bu da bərabərdir. B, B'nin kvadratıdır. Üstəgəl 16B'ni yazıram. 2 vur B vur 8. Deməli, mənə lazımdır 8'in kvadratı. Bu olsa artıq nəticə olacaq B plus 8'in kvadratı. Deməli, M'imiz də bərabərdir 8'in kvadratı. Yəni, 64. Bizdən soruşur M plus N cəmini. 64 üstəgəl 16. Nəticə olacaq 80. Yəni, doğru cavabımız burada A variantı 80'ə bərabərdir. 8-ci sual. Sualımız belədir. Cədvələ əsasən, deməli, A çoxhəddilisinin A-dakı qiyməti ilə B çoxhəddilisinin B-dəki qiymətinin cəmini soruşur. Baxırıq, çoxhəddilə verilib, birinci vurğu verib, ikinci vurğu bilinmir hər ikisində. İlk öncə ikinci vurğuları tapmalıyıq. Deməli, bunu da qısaca belə yazmaq olar əslində. Məsələn, x kvadrat çıx ax plus 24 bərabərdir. Birinci vurğu x plus 3'tür. Vurulsun 2 dərəcəli vurğu, 2 dərəcəli çoxhəddilə olduğu üçün deməli, növbəti buradakı olan çoxhəddilə bir dərəcəli olmalıdır ki, hasilləri ikinci dərəcəli versin. İndi baxın, burada x-dir, burada x kvadratdır. Deməli, x-ə vurmaq lazımdır. Burada müsbət 3'dür, burada müsbət 24'dür. Deməli, 8'ə vurmaq lazımdır, müsbət 8'ə. Deməli, bu alındı nə? X plus 8. İndi x plus 8'i x plus 3'ə vuracağım. Sağ tərəfə açısını yazacağım. Alınacaq x kvadrat plus 8x plus 3x üstəgəl 24. Yəni, x kvadrat üstəgəl 11x üstəgəl 24. Baxın, mənfi ax müsbət 11x. Deməli, a'mız nədir? A'mız mənfi 11'ə bərabərdir. Bu qalsın burada. İndi keçirik ikincisinə. Deməli, ikincisi x kvadrat plus 8x plus b bərabərdir x çıx 2 vurulsun ikinci hissəsi bilinmir. İndi bunu bu şəkildə yazmaq biraz çətin kimi görünür. Ən rahatı nədir bundan sonra ki? Bunu necə yazacaq? Əslində, bayaq onu demək istedim. Sadəcə görünür deyə o şəkildə yazdım. Burada ümumiyyətlə yada saxlamaq lazımdır ki, hər hansı çoxhəllin vurğu verilibsə, baxın, çoxhəllin vurğu x çıx 2'dir. Vurğun kökü çoxhəllin kökü deməkdir. Bunun kökü nə deməkdir? Bunun kökü 2 deməkdir. Yəni 2 yazanda 0 gedir. Deməli, buranın da kökü 2 olacaq. Bunda yazırıq 2'nin kvadratı 8 vur 2 plus b bərabər nə? 0. 4 üstəgəl 16 plus b bərabər 0. B bərabərdir mənfi 20. B mənfi 20. Deməli, x kvadrat üstəgəl 8x çıx 20 bərabərdir. Kökün biri, vurğun biri x çıx 2'dir. X çıx 2 vurulsun. Digər vurğu nə olacaq? X plus 10 olacaq. Çünki mənfi 2'nin müsbət 10'a vuranda mənfi 20 verir. Deməli, x plus 10. B'nin də qiyməti bəlli oldu. Plus b. B nədir burada? B mənfi 20'dir. B də mənfi 20. İndi bunları tapdıq.
İndi keçirik. Deməli, AX-imiz x plus 8-dir. BX-imiz də x plus 10-dur. AX-in elə bil ki, mənfi 11-dəki qiymətini soruşur. Birinci. A mənfi 11. Mənfi 11 plus 8 olacaq mənfi 3. BX-in də mənfi 20-dəki qiyməti. B mənfi 20 olacaq. Mənfi 20 plus 10. Mənfi 10. Bizdən ən sonuc olaraq bu ikisinin cəmini soruşur. Bu ikisinin cəmi. Bu ikisini də toplayanda olacaq mənfi 13. Doğru cavab A variantı. 9-cu sual. Perimetri 48 olan ABCD kvadratında bucaq CD'nin tangensi 3 verib. Yəni bu bucağın tangensini bizə verib 3. İşləmiş hissənin sahəsini soruşur. Perimetr 48 ise 48'i 4'e bölürəm. Tərəf alınır 12. Tərəf 12. Demək kvadratın tərəfləri neçədir? 12'dir. Burada 12'dir. Burada 12. Burada mən x deyirəm. İndi bu bucağın tangensi. Düz bucaqlı üç bucaqdır da bura. Burada 90 olduğu için düz bucaqlı üç bucaqdır. Düz bucaqlı üç bucaqda tangens. Yəni tangens bucaq C7 bərabərdir qarşıdakı katet 12 böl bitişik katet yəni x-ə. Deməli 3 bərabərdir 12 bölünsün x-ə. X alınır 4. Deməli bura 4'dür. Bunu bildik 4. İşləmiş hissənin sahəsi. İşləmiş hissənin sahəsini tapmaq üçün kvadratın sahəsindən S A B C D'dən çıxmalıyam. S 3 bucaq C D yeni. Kvadratın tərəfi 12'dir. Onun üçün kvadratından çıxıram. Düzbucaqlı üçbucağın sahəsi. Düzbucaqlı üçbucağın sahəsi katetlərin hansının yarısıdır. 12 vur 4'ün yarısı. 144'ten çıxıram. 24. Bu da olacaq 120. Yəni doğru cavabımız nədir? Burada B variantında verilib. 120'ye bərabərdir. 10-cu sual. Ədədlərini müqayisə edin. Deməli, A-nı belə yazıram. A bərabərdir. 1 çıxılsın, 2 bölünsün, 11. B bərabərdir. 1 çıxılsın, 2 bölünsün, 101. C də bərabərdir. 1 çıxılsın, 2 bölünsün, 1001. Baxırıq. A, B, C. Hər biri birdən çıxılıb, hər biri birdən əvvəl düzgün kəsr çıxılıb və alınıb. Və düzgün kəsrə də baxırıq ki, hər birinin sürəti 2'dir. Hər birinin sürəti 2'dir. Deməli, sürətləri eyni olan kəsrlərdən məxrəci kiçik olan daha böyükdür. Yəni 2 bölü 11 daha böyükdür. 2 bölü 11 daha böyük olduğu üçün və A 1 ilə 2 bölü 11'in fərqi olduğu üçün A ən kiçik olacaq. Niyə? Çünki çıxılan böyük olanda fərq kiçik olur. Çıxılan kiçik olanda isə fərq daha böyük olur. Baxın, ən böyüyü burada C'dir. Niyə? Çünki C'nin məxrəci daha böyük olduğu üçün, 2'nin məxrəci C'də daha böyük olduğu üçün 2 bölü 1001'dir. Onun nəticəsi daha kiçikdir. Daha kiçik olduğu üçün 1 ilə həmin ədədin fərqi daha böyük olacaq da. Ona doğru cavabımız burada C variantında verilib. Keçsək növbəti sualımıza. Növbəti sualımız 11-ci sual. N verib 16 üstü 14 vur 25 üstü 25. Ədədinin standart şəkildə yazılışında qiymətli hissə A, tərtibi isə B olarsa A plus B cəmini tapın. Deməli, ədəd belə deyəcəm də. Ədəd R vur 10 üstü N şəklində yazılıbsa, burada deyilər ki, ədəd standart şəkildə yazılıb. Burada R qiymətli hissədir. R mütləq yerləşməlidir 1 ilə 10 arasında. N isə tərtibdir. Tərtib. N isə tərtib. Tərtib də tam ədəddir burada. Tam ədəd. İndi biz verilmiş bu ədədi bu şəkildə yazmalıyıq ki, qiymətli hissə ilə tərtibi tapa bilək. 16 üstü 14'ünü yazıram bu şəkildə. Deməli, N bərabərdir. 16 üstü 14. 16'ını yazıram 2 üstü 4. 10 da üstü 14. Vurulsun. 25 yazıram 5'in kvadratı. Üstü 25. 2 üstü 56. 5 üstü 50. Bu da bərabərdir. 2 üstü 56'ını belə yazıram. 2 üstü 6. 2 üstü 50. Vur 5 üstü 50. Bu da bərabərdir. 2 üstü 6, 64. 2 üstü 50 vur 5 üstü 50. Deməli, qüvvətlər eyni olduğu üçün əsasları vurmam lazım. 10 üstü 50 olacaq.
İndi hal-hazırda 64 1 ilə 10 arasında deyil. Bunda yazıram 6,4 vergül bir vayda sola dəyişdiyi üçün onun qüvvəti bir vayda artacaq. Onun üstü 51. Artıq bu sınır şəkildədir. Qiymətli hissəsi 6,4'dür. Tərtibi də 51'dir. 51. Onun qüvvəti tərtibdir. Şimdi bunların cəmini soruşur. 6,4 ilə 6,4 ilə də 51'i toplasaq 57,4 olacaq. Doğru cevabımız Y variantında verilir. 12. sual. T'nin köklərdən biri A olarsa A çıx 5, A çıx 6 ifadəsinin qiymətini tapın. T'nin kökü A'dır. T'nin kökü nə deməkdir? T'ni doğru bərabərliyə çevirən qiymət deməkdir. Deməli, X-in yerinə A yazanda doğru bərabərliyi alınması lazım. A kvadrat çıx 11A plus 14 olacaq 0. İndi bunu vurub açaq. Nə alır? A kvadrat çıx 6A çıx 5A üstəgəl 30. Bu da bərabərdir. A kvadrat çıx 11A üstəgəl 14 üstəgəl 16. Ben bunu parçaladım. 30'u yazdım. 14 plus 16. İndi bizə bu hissəni verib. Bu hissə nədir? 0'dır. Və nəticədə cavab qalacaq neçə? Cavab qalacaq 16. Yani doğru cevap olacak 0 plus 16. Netice 16. Yani doğru cevabımız burada 16'ya beraberdir. Yani A variantı. On üçüncü sual. Boş olmayan A ve B çoxları üçün deməli A çıx B fərqli element sayısını 2'ye vuranda B çıx A'nın fərqli element sayısını verir. Eyni zamanda A ilə kəsmə element sayısının 5 qatını verir. Şimdi burada ne edəcəyik? Burada mən içinə Venn diagram çəkəcəm. Venn diagram. Bu şəkildə Venn diagram çəkirəm. Birinə A, birinə B deyirəm. Baxırıq 2, 1, burada 5'dir əmsalı. Bunların 2, 1, 5'in əkəbi 10K deyirəm. 10K. A çıx B element sayısını 2'ye vuranda 10K verirsə, deməli A çıx B olacaq 5K. B çıxanın element sayısı 10K'dır. Kəsişmənin 5 qatı 10K'sa demək kəsişmə 2K'dır. Birləşmə bunların cəmidir. Bunları toplasaq 17K olacaq. Birləşmə 17K'dır. Birləşmənin ən az neçə elementi olduğu üçün, soruşduğu üçün, ən az neçə elementi var soruşur deyə K'nın yerinə 1 yazanda 17 alacaq. Doğru cavab burada 17'ye bərabərdir. On dördüncü sual var. Sual belədir. A parametrin hansı qiymətində təngşər sisteminin həlli həm də AX plus 3Y bərabər 39 tənliyin həlli olar deyir. Tərəflərə çıxsam, ikincidən birincini çıxsam, 3x'dən 2x çıxanda x. 4y-dən 3y çıxanda y. 29'dan 20 çıxanda 8. Birinci tənliyi də belə yazıram. 2x plus 2y plus y bərabərdir 21. X-ən y-nin cəmi 8 isə canların 2 misli de olacaq 16. Bura 16. Bura 16 ise deməli y neçədir? Y 5'dir. Y 5 ise x olacaq 3. Deməli təngşər sistemin həlli olacaq 3, 5. Bu həll bu tənlin həlli olduğu üçün yerinə yazıram. 3A üstəgəl 3 vur 5 bərabər 39. Hər birini 3'ə bölsəm A plus 5 bərabərdir 13'ə. A da alınır neçə? A da 8. Doğru cavab burada A variantı. A'nın qiyməti oldu nə? 8'e bərabər. 15-ci sual. Bərabərsizliyin həllər çoxluğu 1-5 olarsa C çıx B böl A ifadəsinin qiymətini tapın. Bərabərsizliyin həlli varsa, deməli sol tərəfdə olan kvadrat üçgəninin kökü var. Yəni AX kvadrat plus BX plus C bərabər 0. Bu kvadrat tənliyin kökü olmalıdır ki, buradan həll çıxsın. Köklərdə, yəni köklərdə baxın, burada 1 və 5'dir. Yəni kökün biri 1'dir, digəri də nədir? Digəri də 5'dir. İndi kvadrat tənliyin kökləri 1 və 5 olduğu üçün kökləri cəmi bərabər olacaq mənfi B-nin aya nisbəti. Yəni 6 bərabərdir mənfi B-nin aya nisbəti. Yəni B-nin aya nisbəti olacaq mənfi 6. Kökləri hasil isə
C-nin aya nisbətinə bərabərdir. Yəni 1 vur 5 bərabər C-nin aya nisbəti. C-nin aya nisbəti olacaq neçə? Burada 5. Bizdən bu ifadəni soruşur. Bu ifadə. C çıx B-nin aya nisbəti. Bu bərabərdir. C-nin aya nisbəti çıx B-nin aya nisbəti. C-nin aya nisbəti 5 tapmışıq. Çıxsın B-nin aya nisbəti -6. 5 plus 6 nəticə olacaq 11. Yəni doğru cavabımız burada 11-ə bərabərdir. Yəni A variantı. 16-cı sual və sualımız belədir. Kəsri ixtisar olunan kəsrdirsə, A parametrinin mümkün qiymətlərinin cəmini tapın. Burada nəyə baxırıq? Baxırıq ki, A parametr sürətdədir. Biz məxrəci vurğulara ayıra bilərik. Məxrəc x kvadratı çıx 8x üstəl 15 bərabərdir. X çıx 3 ilə x çıx 5-in hasili. Deməli, sürətdəki çox hərlinin vurğularından biri ya x çıx 3 olmalıdır, ya da x çıx 5-dir. İkisindən biri olmalıdır. Birincisi, əgər sürətdəki çox hərlinin vurğulardan biri x çıx 3 olarsa, o zaman x çıx 3-ün kökü ilə sürətin kökü deməkdir. Bunun kökü mənfi, yəni x çıx 3-ün kökü deyəndə bərabər 0 yazırıq, x bərabər 3 alınır. 3 deməli sürətdəki ifadənin kökü olacaq. 3-ün kvadratı çıxılsın. A vur 3, 30 olmalıdır nə? 0. Burada nə alınır? 9 çıx 3A üstəl 30 bərabərdir 0. 3A 39-a bərabərdir. A 13. A-nın bir qiyməti tapdım. Əgər x çıx 5 sürətin köküdürsə, deməli x çıx 5 bərabərdir 0. X bərabərdir nə? 5. Daha doğrusu x çıx 5 sürətin vurğunsa, bu vurğun kökü, yəni x çıx 5-in kökü, yəni 5 alınır. Bu 5 həm də sürətin kökü olması lazım. Yerinə yazsaq, 5-in kvadratı çıxılsın 5A üstəl 30 bərabərdir 0. Buradan alınır ki, 5A bərabər nəyə? 55-ə. A da alınır 11. A-nın bir qiyməti 11-dir, bir qiyməti də 13-dür. Bizdən də soruşur A parametri mümkün qiymətlərin cəmi. 11 ilə 13 toplayanda 24. Yəni burada doğru cavab 24-ə bərabərdir. 17-ci sual. Və sual belədir. A və B məntəqələri arasında məsafə 12 kilometrdir. A məntəqəsindən eyni anda hərəkətə başlayan iki piyadadan birincinin sürəti ikincinin sürətindən 2 km/saat çoxdur. Birincinin sürəti deyil. İkincinin sürətindən 2 km/saat çoxdur. Bura mən x desəm, bura olacaq x plus 2. İndi ki, birinci piyada B məntəqəsinə ikinci piyadadan 1 saat tez çatarsa, ikinci piyadanın sürətini soruşur. Yəni bizdən x soruşur burada. İndi məsafə 12-dirsə, onda zaman olacaq birinci piyada üçün zaman olacaq 12-ni bölürəm onun sürətinə x plus 2. İkinci üçün zaman olacaq 12 bölünsün onun sürəti də x zaman. İndi baxırıq. Birinci daha tez çatır da. Birinci piyada B məntəqəsində daha tez çatır. Deməli, birincinin üzərinə mən biri gəlsəm, birincinin getdiyi zaman 12 bölünsün x plus 2-dir. Biri gəlsəm, ikincinin getdiyi zamanı verəcək. 12 bölü x-i verəcək. İndi buradakı hər bir ifadəni x-dən x plus 2-nin hasilinə vursam, alınacaq 12x üstəl x vurulsun x plus 2 bərabər olacaq 12 vurulsun x plus 2-yə. İndi mütərizəni açıram. 12x x kvadrat üstəl 2x 12x üstəl 24. 12x-lər islah olunub gələcək. Burada alınır. X vurulsun x plus 2 bərabər nəyə? 24-ə. Əslində burada görünür. Sürətlərin hasili ilə ki, baxın sürətlərin hasili isə 24-dür. X 4-dür də. X 4. Kvadrat təmin işi vurub açıq həll etsək, bir 4-dür, bir mənfi 6. Yəni bizə müsbət lazımdır. X 4. X 4. Deməli, birinin sürəti 4-dür, birinin sürəti 6-dır. İndi bizdən soruşur ikinci piyadanın sürəti. Yəni X-i soruşur. Doğru cavab burada 4-ə bərabərdir. 18-ci sual və sual belədir. ABC natural ədədləri üçün deməli, burada baxırıq ki, əmsallar 3, 4, 5-dir. 3, 4, 5-in əkəbi neçədir? 60. 3A, 4B, 5C, bir dənə 60K deyə bilərəm də.
Deməli A olacaq 20K, B olacaq 15K, C olacaq 12K. İndi əbob AB. A ilə B-nin əbobu. Yəni əbob 20K, 15K. Baxan kimi görürəm ki, burada 5K'dır. 5K ortaqdır. Əbob AC. Əbob AC 20K, 12K. Baxan kimi görürəm ki, 4K'dır da. Yəni K ortaqdır, 20 ilə 12-nin də ortağı, ən böyük ortağı nədir? 4-dür də. Burada 4K ortaqdır, 4K. Sonra əbob BC. Əbob BC. B nədir? 15K, C də 12K. Burada baxıram ki, ortaq nədir? 3K'dır. İndi bunların cəmini verib 88. Deməli, əbob AB. Əbob AB nə idi? 5K. Üstə gəl. 3 yox. 2. 2 vurulsun, 2 vurulsun. Əbob AC. Əbob AC. Əbob AC deməli 20K, 12K. 4K'dır. Üstə 3 vurulsun əbob BC. O da 3K. Əbəl verib 88. İndi hesablayaq. 5K plus 8K plus neçə? 9K bərabər 88. Buradan alınır ki, 22K bərabərdir 88-ə. K-nı neçə? K4 alınır. K4 alındı. İndi bizdən soruşur B plus A çıx C. B plus A. Yəni 15K üstəlik 20K çıx 12K-nı soruşur bizdən. Bu da bərabərdir. Deməli 15K 20K, 35K çıx 12K, 23K. K da 4 olduğu için 23'ü də 4'ə vuranda 92. Yəni doğru cavabımız burada 92'ye bərabərdir. Yəni bunun cavabı 92'dir. 92'ye bərabər. Bu da belə. Keçək növbəti suala. Növbəti sualımız 19-cu sual. Səthinin açışı verilmiş kubun AB tilinin orta nöqtəsi M, CD tilinin orta nöqtəsi N və MN verir bizə 30. Kubun tam səthinin sahəsini soruşur. İndi MN orta nöqtə dediyi üçün tilinə deyəcəm 2A. 2A. Deməli, bura A olacaq, burada A olacaq. Bura A, bura A. İndi ben burada nə edəcəm? Bunu bu şəkildə uzadıram, bu şəkildə. Eyni zamanda burada uzadacağım. Burada 2A olacaq. 2A. A 2A olacaq. Bura 2A, bura 2A, burada 2A. Bu şəkildə gələcək. Bunu bildik. Hətta belə yazmayaq buranı. Buradan uzat, buradan eləsək, bizə bura lazım olacaq elə ki. Burada olacaq A. İndi bu hissələr 2A, 2A, 2A'dır. Deməli, bura K desəm, MK, MK bərabərdir 6A'ya. MK 6A'dır. K'ın da 2A'dır. İndi MK'ın düzbucaqlı üçbucaqlıdır da. MN kvadrat bərabərdir. MK kvadrat üstə gəl K'ın kvadrat. İndi MN bizə 30 verib. 30'un kvadratı bərabərdir. MK bizdə 6A'dır. 6A'nın kvadratı. İşte K'ın da nədir? K'ın da 2A'dır. 2A'nın kvadratı. 900 bərabərdir 36A kvadrat. Üstə gəl neçə? 4A kvadrat. Buradan alınır 40A kvadrat bərabər 900'ə. Ona bölsəm 4A kvadrat neçə alınır? 90 alınır. Bu şəkildə qalsın. İndi kubun tam səthinin sahəsi. Kubun tam səthinin sahəsi 6 vur tilinin kvadratıdır. Tilinin kvadratda burada til 2A olduğu için 6 vur 2A'nın kvadratı olacaq. Yəni 6 vurulsun 4A kvadratı. 6 vur 90. Nəticə olacaq 540. Yəni doğru cavabımız burada 540'a bərabərdir. Doğru cavab burada 540'dır. Yirminci sual. Deyir ki, diaqramda mağazaya gətirilən alma, armud və nar haqqında məlumat verilmişdir. Buranı 150 dərəcə yazmışam. Deməli, baxırıq. 90, 120, burada qalar neçə? Burada qalar 150 dərəcə. Bura 150 dərəcə. Çünki 360'ı tamamlaması lazım. 90, 120, 210'dur. Yerə qalar 150 dərəcə.
Bax, yenə oxuyuram. Diaqramda mağazaya gətirilən alma, armud və nar haqqında məlumat verilmişdir. Almaların 40%, armudların 60%, narların isə 36% satıldıqdan sonra qalan alma, armud və narın birlikdə kütləsi mağazaya gətirilən bu meyvələrin kütləsi neçə faizdir? Baxın, normalda 90 dərəcədir. Gətirilən alma elə ki, bu dairəvi diaqramda 90 dərəcə uyğun gəlir. 90 dərəcəyə. Amma bu almaların 40%-i satılıb da. 40% satılıbsa demək 60% qalır. Deməli, bu dairə diaqramını fişləşəndə 90 dərəcənin elə bil ki 60% qalır. 5-də 3-ü qalır. 5-də 3-ü, yəni 54 dərəcə. Bu almadır. Keçirəm armuda. Armud. Armudların 60%-i satılıb. Armudların 60%-i satılıbsa 40% qalır. Yəni 120 dərəcənin 40%. Yəni 5-də 2-si qalır. Bunun da 5-də 2-si 48 dərəcədir. Keçirəm nara. Nar. Nar 150 dərəcədir. Narların da 36% satılıbsa 64% qalır. 150 dərəcənin 64%. Yəni %64-i qalır. Burada da 50 iqtisad etsəm 2, burada 3. 64 2-yə 32, 3 oranı 96 dərəcə də bura. İndi baxaq gör nə qədər qalıb. 96 54. 96 54 bir də 48. Bunların cəmi lazımdır. Bunları toplasam deməli 6 4 0 bu ikisini toplasam ilk 150 198 dərəcə. Deməli 198 dərəcə ilə ki qalıb ümumi. Əvvəl 360 dərəcə tamamlayırdı da. 360 dərəcə hamısı. Dairə diaqramı 360 dərəcə idi. İndi bu hissəsi qalıb. 198 hissəsi qalıb. İndi baxıram 18-i ixtisarla. 18-i ixtisar edəndə sürətdə 11-dir, məxrəcdə 20. Deməli 20-də 11 hissəsi qalıb. Bunda faizi çevirəndə olacaq 55%. Yəni 100-ə vuranda 55% alınacaq. Doğru cavab burada nədir? 55%-ə bərabərdir. Doğru cavab 55%. 21-ci sual və sual belədir. ABC düzbucaqlı üçbucağında AB BC perpendikulyar. BM median. Median, yəni AM ilə MC bərabərdir. Yəni düzbucaqlı üçbucaqda düzbucaq təpəsini çəkmiş median hipotezun yarısıdır özdə. AM MC-yə, o da BM-ə bərabərdir. BM. İndi deyir ki, CD tənbülənsə, deməli bu bucaqla bu bucaq bərabərdir. CT tənbülənsə, CD də tənbülən gedir də burada. BC-ni 4 verib, 4. BD-ni də verib 3. İndi tənbülənin xassəsini mən yazsam, BMC üçbucağından tənbülənin xassəsini yazsam, CM-in MD-yə nisbəti bərabərdir CB-nin BD-yə nisbətinə bərabərdir. CM deməli CMD-yə nisbəti. Deməli CB nədir bizdə? CB 4-dür, o birisi də 3-dür. Deməli 4-ün 3-ə nisbətidir. Deməli burada 4K-dırsa, bu olacaq 3K. İndi baxın, burada qayda yazmışam axı. BM-lə MC bərabərdir. Ona görə yazırıq 3 plus 3K bərabər 4K-ya. Buradan çıxır ki 4K çıxır 3K bərabərdir 3-ə. K çıxır 3. K 3-dür. K 3 olduğu üçün bura olacaq 12. Bura 12 isə burada olacaq 12. AC-ni soruşur. 12-nin 12-ci cəmi 24. Yəni doğru cavab burada 24-ə bərabərdir. Növbəti sual, 22-ci sual və sual belədir. İki qutudan birincisində 3 ağ, deməli ağ, bir də qara yazıram. Deməli 3 ağ, 4 qara. İkincisində isə 4 ağ, 2 qara kürəcik var. Hər qutudan təsadüfi olaraq bir kürə çıxarılır. Çıxarılan kürələrin müxtəlif rəngli olma hadisənin ehtimalını tapın. İndi ola bilsin ki, birinci hal olsun ki, birinci qutudan ağ çıxsın, ikincisindən qara. İkinci halda olsun ki, birincidən qara, ikincisindən ağ çıxsın. İndi başla birinci hala baxmağa. Birincidən ağ çıxma ehtimalı.
Birincinin ağ çıxma ehtimalı ağların sayını bilirəm. Ağların sayı 3 dənədir də. 3 bölünsün ümumi halların sayı. Ümumi 7 dənədir. Bunlar ümumən asılı deyillər. Asılı olan hadisələr vururuq. Vurulsun qara. İkincidən qara çıxmalıdır. Qara. Qaraların sayı ikincidə 2-dir. Bölünsün ümumi 6. Bu da neçə? 6 bölünsün 42 ehtimal. İkinci hala baxıram. Birincidən qara çıxmayacaq. Qara çıxma ehtimalı 4 bölü 6'dır. 4 bölü 7 daha doğrusu. 4 bölü 7. Vurulsun. İkincidən ağ çıxmalıdır. 4 bölünsün 6. Bu da olacaq 16'nın 42'ye nisbəti. İndi və ya burada 2 hal mümkündür. Birinci və ya ikinci hal. Onda bunların cəmi olacaqdır. Toplayacağıq. 6 bölü 42. 16 bölü 42. 22'nin 42'ye nisbəti. Bu da olacaq 2 xəsələsə 11 bölü 21. Doğru cavab 11'in 21'e nisbətinə bərabərdir. Doğru cavabımız budur. Növbəti sualımız 23-cü sual və sual belədir. Deyir ki, mərkəzi O1 nöqtəsində olan AB diametrli çevrənin daxilinə, mərkəzi O2 nöqtəsində olan AC diametrli çevrə çəkilmişdir. DO1 AB-yə perpendikulyar, DO1 nisbəti 2-nin 3-ədir, BC də 8-dir. Bu çevrənin mərkəzləri arasındakı məsafəni soruşur bizdən. Yəni O1 O2 məsafəsini soruşur. Baxın, DY bu balaca hissədir 2K'dır. Burada 3K'dır. 3K. Deməli burada O1D böyük çevrənin nəyidir? Radiusudur. Yəni 5K. O1D 5K'dır. O1D 5K'dırsa, deməli O1A da 5K olacaq. O1A da 5K. O1A. Eyni zamanda O1B də 5K olacaq. Yəni CB 8 olduğu üçün bura olacaq. Yəni O1C də olacaq. O1C olacaq. Deməli 5K çıx 8 olacaq. 5K çıx 8. Yəni mən belə bir həll yolu göstərəcəm. Kitabda icatda fərqli həll yolu göstərilib. Mən burada AY-ni birləşdirirəm. Eyni zamanda YC-ni birləşdirirəm. YC-ni birləşdirdim bu şəkildə. AYC o iki mərkəzli çevrədə daxilə çəkilmiş bucaqdır və AC diametrə söykənib. Diametrə söykənən daxilə çəkilmiş bucaqlar 90 dərəcədir. Yəni bura olacaq 90 dərəcə. İndi bunu ayrıca burada çəkirəm. Deməli, bura 90 dərəcədir. Bura O1'dir, bura C'dir, bura A'dır, burada Y'dir. Deməli, bura 5K'dır, 5K. O1C 5K çıx 8'dir. O1Y isə 3K'dır. Biz bilirik ki, düzbucaqlı üçbucaqda düzbucaq təpəsindən çəkilmiş hündürlüyün kvadratı, yəni 3K'nın kvadratı hipotenuzlar ayırdığı hissələrin hasilidir. Yəni 5K ilə 5K çıx 8'in hasilidir. Və nə alınır? 9K kvadrat bərabərdir 25K kvadrat çıx 40K. Buradan alınır ki 16K kvadrat çıxılsın 40K bərabərdir 0. Burada hər birini 8'ə bölsək 2K kvadrat çıxılsın 5K bərabərdir 0. Burada K'nı çıxarsam mütərizə xaricinə 2K çıx 5 qalır. Bərabərdir 0. İndi hasil sıfırsa K sıfır ola bilməz. Çünki K burada ölçüdür, sıfır ola bilməz. Bura sıfırdır. 2K çıx 5 bərabərdir 0. K alınır 2,5. K-nı tapdım 2,5. K 2,5-dirsə, K 2,5-dirsə, deməli, buradan baxırıq ki, deməli, AO1 nədir? AO1 5K'dır. 5'i vuracaq nəyə? 2,5'ə. Olacaq 12,5. 12,5. Digər tərəfdən də O1B də 12,5'dir. O1B də 12,5'dir. Niyə? Çünki böyük dairənin radiusudur. İndi 12,5'dən buradakı bu 8'i çıxsam, yəni O1C olacaq 4,5. O1C olacaq 4,5. Bunu tapdıq. İndi mən bu aşağı hissəni siləcəm, buraları siləcəm. Bunlar artıq mənə lazım deyil. İndi baxırıq ki, 5K'nı tapmışdıq. Yəni A10'u tapmışdıq.
Daha doğrusu AO1'i tapmışıq. 12 tam onda 5. İndi AC bərabərdir. AO1 ilə O1C'nin cəmi. Yəni 12 tam onda 5 ilə O1C 4 tam onda 5'in cəmi. 17. AC O2 mərkəzli çevrənin nəyidir? Diametridir. Ona görə onun radiusu olacaq 8 tam onda 5. Deməli AO2 olacaq neçə? 17'nin yarısı 8 tam onda 5. 8 tam onda 5. Deməli buradan çıxır ki 8 tam onda 5 isə deməli AO2 bərabər 8 tam onda 5. Deməli AO1 bərabərdir AO2 üstəgəl O2 O1. Bizdən bu məsafəni soruşur. O2 O1 məsafəsini soruşur. AO1 12 tam onda 5 bərabər 8 tam onda 5 üstəgəl O2 O1. Buradan çıxır ki, burada 4'dür. Yəni doğru cavab burada 4'ə bərabərdir. Fərqli həll üsulu göstərməyə çalışdım. Kitabdakı həll tam fərqli idi. Tam baxmadım. 24-cü sual. Dirək üzərində müəyyən yüksəlikdə C nöqtəsində olan quşun hərəkət trayektoriyası təpə nöqtəsinin koordinatı T3-16 olan funksiyanın qrafi ilə modelləşdirmə mümkündür. TA OB-yə perpendikulyardır deyir. OA 3'dür. OA bu məsələ olaraq 3'dür. Bu məsələ olaraq isə 4'dür. Deməli, buradan çıxır ki, B-nin koordinatları olacaq 7, 0. A-nın da koordinatları nə deməkdir? 3, 0. İndi burada deyir ki, OC hündürlüyü soruşur. Əgər təpə nöqtə verilibsə, biz parabolunu belə yazırıq. A vurulsun, x çıx m-in kvadratı plus n. M-in təpə nöqtədir. M-in təpə nöqtə. Onu da verir bizə. Y bərabərdir. A vurulsun. Təpə nöqtəsinin apsisi 3'dür. X çıx 3'ün kvadratı. Üstəgəl ordinatı 16 ise 16. Baxırıq ki, B nöqtəsində quş artıq bu nədir? Yerə dəyib. Elə bir ki. Deməli, x 7 olanda x 0'dır. 0 bərabərdir. A vurulsun. X ilə 7 yazıram. 7 çıx 3'ün kvadratı. Üstəgəl 16. 0 bərabərdir. A vurulsun 16 plus 16. A da alınır buradan mənfi 1. Deməli, funksiyamız y bərabərdir. Mənfi x çıx 3'ün kvadratı üstəgəl 16'dır. Bizdən də funksiyanın qrafikinin elə bil ki, y ilə kəsişmə yerini soruşur. Yəni, OC o deməkdir də, hündürlük. Yəni, qrafikin y ilə kəsişmə nöqtəsini tapmaq üçün x-in yerine 0 yazmaq lazımdır. X-in yerine 0 yazsaq, y bərabər olacaq mənfi 0 çıx 3'ün kvadratı üstəgəl 16. Y bərabərdir mənfi 9 plus 16. Y bərabərdir 7. Deməli, OC hündürlüyü 7'ye bərabərdir. Doğru cavabımız burada 7'ye bərabərdir. Növbəti sualımız 25-ci sual. Yer səthində olan A və B nöqtələrindən qaldırılmış dronlar çəkiliş etmək üçün M nöqtəsindən keçərək uyğun olaraq C və D nöqtələrində dayanırlar. AD BC paralel, AD AB perpendikulyar. Yəni bura 90 dərəcədir. Bura 90 dərəcədir. Eyni zamanda burada olacaq 90 dərəcə. Çünki AD ilə BC paralel isə indi AD AB-yə perpendikulyar olduğu üçün BC də AB-yə nə olacaq? Perpendikulyar olacaq. İndi BC-ni verib 15, BC 15, AD 10 verib. Sonra AM 6,8. İndi bura nəyə fikir veririk? Bu bucaqla bu bucaq qarşılıqlı bucaqdır, bərabərdir. Paralel düz xəttlər olduğu üçün buradakı bucaqla buradakı bucaq bir-birinə bərabərdir. İki bucaq eyni olduğu üçün bunlar oxşar üçbucaqlardır. Oxşar üçbucaqlardır. Eyni zamanda da bu bucaqla da bu bucaq nə olacaq? Bərabər. Bura beta desəm, burada beta olacaq. Bura gamma, burada gamma. Oxşar üçbucaqlarda uyğun bucaqların qarşısındakı tərəflərin nisbətləri eynidir. Baxın, burada gammanın qarşısı burada 10'dur. Digərində gammanın qarşısı 15. Bərabərdir. Beta'nın qarşısı burada 6,8'dir. Beta'nın qarşısı orada MC. Burada x deyirəm. Bölünsün x'e. Burada da sol tərəfdə 5'e ixtisar edəcək 5'e. Burada 3, burada 2. Və burada da alınır ki x bərabər olacaq 10,2 alınır. 10,2. 6,8'i 2'ye böləndə 3,4.
100,4-ü 3-ə vuranda 10,2. X 10,2. Deməli, artıq mən buradan AC-ni tapa bilərəm də. AC bərabər olacaq 6,8 və 10,2. Bu da neçə? 17. 17. AC 17-dir. İndi bizdən AB soruşur. AB məsafəsini soruşur da. Burada bir y deyirəm. Düz bucaqlı üçbucaqdır. Y kvadrat üstəgəl 15-in kvadratı bərabərdir AC, yəni 17-nin kvadratı. Y kvadrat üstəgəl 225 bərabərdir 289-a. Y kvadrat bərabərdir 64-ə. Y bərabərdir 8. Yəni doğru cavabımız burada da 8-ə bərabərdir. Sualların izahı bu qədər. Kanala abunə olmağı və videoları bəyənməyi unutmayın.